Bayramla əlaqədar qardaşının məzarını ziyarət edən şəxs qarşılaşdığı hadisədən heyrətə gəlib. Qardaşının məzarının yerində başqa şəxsin dəfn edildiyini görüb. Hadisə Suraxanı rayonu Əmircan qəbirstanlığında baş verib. Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb. Ayın 22-si biz düşdük ziyarət eləyə öz ölülərimizin qəbrini, babamızın qəbri, qardaşımın qəbri. Biz neçə illərdir bayramlarda gəlirik, anamla da gəlirdik, rəhmətli ilə anamla da. Gəldik, biz burada şoka düşdük ki, qəbri açıb üstünə qəbir bastırıblar. Yəni ki, biz Axundu zadı tapdıq, gəldilər, dedilər ki, bu olan işdir, bu bastırmış o qardaşımız orada, mən bunlarla razılaşmadım. Qardaşınızı götürüb harasa bastırıb? Bəli, düz onun ayaq altına deyir basırıq, dediklərinə görə. Mən iştirak eləməmişəm. Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin nəşi çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib. Mən də bunlara bir gün vaxt verdim. Ona baxmayaraq, yəni də aparıb dəfn eləməyiblər. Ondan da başqa aparıb məni 31-ci polis bölməsinə də şikayət ediblər ki, bu adam narahat eləyir bizi. Məndən narahat eləyirəm. Onlar mənim ölümü burada narahat eləyib belə pismasın. Bu bir dənə qəbirstanlıq var, bu bir dənə yer var. Aparıb başqa yerdə basır. Mənim əziz qardaşımın qəbrinə mi gətirib bastırarlardı onu? Mənim üçün çox pisdir bu. Elxan Sultanovun istəyi verilən vədə əməl edilməsi, həmin şəxsin başqa yerdə dəfn olunmasıdır. Babamın qardaşları hamısı bizimdir bu. Əgər dəfn eləyirsə, bizim öz əziz mənim anam da rəhmədə gedib, əmlərim də rəhmədə gedib. Elə onları gətirib biz burada dəfn eləyirik. Bu rəhmətlik gördüyünüz kimi dəfn olan adam Hövsandan gətirib burada dəfn eləyiblər. Xahiş edirəm, bu barədə bir ölçü götürülsün. Belə olmaz. Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxslə əlaqə saxladıq. O bildirdi ki, yeni dəfn edilən şəxslərin yaxınları ona bildiriblər ki, bu yer onlarındır və buna görə də həmin şəxsi orada dəfn ediblər. Daha sonra isə yeni dəfn edilən şəxsin yaxını ilə əlaqə saxladıq. O isə bildirdi ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilən şəxsin atasından razılıq alıblar. Müsahibimiz isə deyir ki, onlar arasında heç bir razılaşma yoxdur.